Mamed'in beşiği Masallı'da yaralanmıştır. Mezarı da Masallı torpağında qazıldı. Talih Masallıya çox insanlar bəxş eləyib, amma bayaqları mən bu ifadəni bir gözəl güləşçimizin yanında, Avropa çempionunun yanında qeyd elədim. Dedim, hamımız adlarımızın arxasınca Masallı yazmışıq, filan kəs, o professor, Masallı. Amma Mamed yeganə oğlan idi ki, adının qabağında Masallı adını gəzdirdi. Sevə-sevə, ona aşiq ola yaşatdı. Masallı sözündən sonra Mamed adı gəldi. Yəni o bu qədər vətən aşiq idi. Mamed o insanlardan idi ki, zindandan çölə, çöldən də zindana öz ürəyində işıq daşıyırdı. O zindanda olanda belə çöldəkilərin qaydına qala bilirdi. Çöldə olanda belə zindandakıların qaydına qala bilirdi. Bayaqları ruhani qardaşım dedi, bəli, fəqir füqaraların, arxasızların, dayaqsızların sütunuydu, dayağıydı Mamed. Kardeşler, я думаю, лишним будет говорить, почему я сюда приехал. Здесь собрались все люди, не все. В основном, кто мог приехать, кто есть возможность. Мамеда уважает намного больше людей. Некоторые не могли приехать по всяким причинам. Мамед, вот сейчас ты под землей, я тебе здесь ношу. Кардаш, ты был, ты есть, ты будешь. Аллах рахмет алейхи.